Gəl onda baxaq. Gözlə ekran paylaşım. Deməli, kod verirəm. İki nöqtə 3. 2.3 nə idi? Hansı mövzuydu? Say sistemləri idi. Var 2.3-də səhvin. 12'den baxaq. Neçə? 12? 12. Aha. Burada nə istəyir Turan səndən? Məsələn, şərtini başa düşmüsən? Altılığa çevirin. Neçə olduğunu tapmalıyım. Aha, 54 onluqdadır, 16-lığa. Gələ birbaşa burada 54-ü onluqdan 16-lığa çevirək. Eləyir 36. Cavablar Y variantıdır da. 54 bölü 16. 54-ün üçün 16-cı dəfədir, 3 dəfə. Eləyir 48. Qalır neçə? 6. Şu. Bunu nətər səhv eləmişəm, maraqlıdır. 42 var. Neçə? 42? 42 var. Hə. FF 16-lıqdadır. Bunu bizdə 2-likdə istəyir. 8-likdə, biz 10-luqda. Turan, yadına gəlir, biz say sistemləri keçəndə mən bildirmişdim ki, 16-lıqdan 2-liyə birbaşa keçid var. Kodlarını hətta yazdırmışdım sənə. F-in kodu nə idi? 2-likdəki kodu. Mən 8-4-2-1 ilə yazıb əldə edirəm. Yox, elə də eləyə bilərsən. Bir də kodları var idi. 16-lıqdakı ədədin 2-likdə kodları var idi. F-in kodu 4-dən. Yaxşı, deyək ki, 1, 2, 4, 8 yazırsan, düzdür? F-in açılışı nə idi? 15 idi. Bunlardan hansını cəmi 15 verir mənə? Hamısı. Görsən neçədən 1 oldu? 4 dənə 1. Deməli, F-in kodu nədir? 4 dənə 1-dir. Aydındır? 8 dənə 1 olan cavab olur C variantı. İndi bunu 8-likdə tapmaq istəsək, bu ədədi 8-likdə. Ən yaxşısı elə zaten 2-likdə tapmışıq. 2-likdən 8-liyə keçənə neçəni ayırırdıq? 3-3 ayırıram. Və ya kodlarını əzbər bilirdim ki, məsələn 3 dənə kodun qarşılığı 7-dir. 7-dir. 2 dənə 1-in qarşılığı 3-dür. Ya belə yazırdım. Birbaşa əzbər bilirəmsə. Ya da yazırdım 1, 2, 4. 1, 2, 4. 1, 2, da 4 yazmıram. Baxıram, hansıların altına 1 varsa onları cəmləyirəm. 4, 2, 1. Hamısının altına 1 var, cəmi elədi 7. Bu da 7, 2 ilə 1-in cəmi 3. Oldu 377. Görsən? Onluğa keçən necə çevirirdik? Bölürdük də. Yox, 0-1 yazırıq, nə bölürdük? Onluqdan 16-lığa keçənə bölürdük. 15 vur 16 üstü 1, 240. 15 vur 16 üstü 0, 15. 240 üstü 15, 255. Aydındır? Bəli. Sonra? Burada yoxdur. Aha, sonra hansı mövzuydu dedin? Doğru. Yox, dedin 2.3, bir də neçə? 3.6. Onda baxaq 3.6-ya. Aha. De görək. 14. 14. Baxaq 14-ə. Abrakadabra ifadəsini kodlaşdıra biləcəyim ən minimal əlifbanı. Biz minimal əlifbanı necə tapırdıq, Turan? Minimal əlifbanı. Aha. Sözdəki birinci nə edirdik? Sözdəki müxtəlif simvolların sayını tapırıq. Bu sözdə müxtəlif simvollar A-dır, B-dır, R. Özdə böyük A ilə balaca A müxtəlif simvollardır. Ha, balaca A-nı bir dənə götürürük. C, D. Qalanlara eynidir. 1, 2, 3, 4, 5, 6. 6 da müxtəlif simvolum var. Tapıram ki, 6 müxtəlif simvolu hansı minimal əlifba ilə kodlaşdıra bilərəm? 6 müxtəlif simvolu hansı minimal əlifba ilə kodlaşdıra bilirəm? 6-ya ən yaxın 2 istifadə 2 üstü 3. 2 üstü 3, yəni 8 simvollu əlifba. Bizə nə istəyir?
kodlaşdırıla biləcəyi ən minimal əlifbanın gücünü təyin et. Elə 2/3 8. Desə ki, 15-ci sualda bu ifadənin kodlaşdırıla biləcəyi ən minimal əlifbada informasiya həcmini tap. Əlifbanı tapdıq 8 simvol əlifba. Bu əlifbada bir simvol neçə bitdir? 3 bit. 2/3-dür deyə. Abrakadabra sözündəki simvolun sayını 3-ə vuracaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvol var. 11 vur 3 eləyir 33 bit. Cavab olur C variantı. Sonra 20. ASCII sisteminə kodlaşdırılmış 32 səhifəlik sənədin hər səhifəsində 64 sətir və hər sətirdə 32 simvol var. Sənədin səhifələri birdən başlayaraq nömrələnib. Gözü bir dənə Word açım, orada yazım. Aha. Sənədin səhifələri birdən başlayaraq nömrələndiyini nəzərə alaraq, onun informasiya həcmi neçə bayt olduğunu müəyyən edin. Bax, 32 səhifəlik sənədim var. Bu 32 səhifəlik sənədin birdən başlayaraq nömrələnib. Və bir səhifədə 64 dənə sətir var, 32 dənə simvol var. Turan, məndə səhifənin nömrələnməsi aşağıda qeyd olunur da, məsələn, birinci səhifə, ikinci səhifə. Bu cümləni ona görə yazıb ki, mən həmin səhifə nömrəsinə istifadə olunan rəqəmləri də simvol kimi nəzərə alım. Bax, məndə deyək ki, birinci səhifə, altına 1 yazılıb. İkinci səhifə, altına 2 yazılıb. Məndə hər səhifə neçədən simvol var, Turan? 32 dənədir normalda. İndi bu da yanına əlavə olur. Bu aşağıdakı yazdığım səhifə nömrələnməsindəki rəqəmlər. Artıq 32 yox, olur neçə dənə? 33. Amma hara qədər? 9-a qədər. 9 dənə səhifədə 33 dənə simvol olur. Çünki 10-cu səhifədə neçə dənə rəqəm var? 2 dənə. Deməli 32 dənə yox, artıq olacaq 34 dənə. Deməli 1-dən 9-a qədər 9 səhifədə 33 simvol var. Ondan 64 neçə səhifəlikdir bizdə? 32 səhifəlikdir da, hə. Ondan 32-yə qədər də neçə dənədir? 34 dənə simvol olur. Ondan 32-yə qədər neçə dənə ədədim var, səhifəm var. 32 çıx 10 üstə gəl 1. 23 dənə. Vur 23. Deməli 33 vur 9 görək neçə dənə simvol eləyir? 33, bir dəqiqə. 33 vur 9. 297 dənə simvol burada var. 34 vur 23. 34 vur 23. 782 dənə simvolun buradadır. Yəni ümumi simvol sayımı nə qədər olur? 782 üstə gəl 297. 1079 dənə. 1079 dənə simvol var. Vəsə, sətr vur, simvol vur, səhifə. 32 səhifəm var. Artıq səhifə ilə simvol bir-birinə vurmuşam da. Mənə bu lazım deyil. Mənə nə istəyir? İnformasiya həcmi neçə bayt olduğunu tapın. 64 sətr varsa 64 da vurulsun. Nəyə? 1079-a. Bir dəqiqə. Yox, bizim ədədimizi düzgün almadıq. Gözü bir dənə təzdən yazaq. Sətr vur, simvol vur, səhifə. 32 səhifə vurulsun. 64 sətr. 64 sətr vurulsun. Bir dəqiqə, başım qaçdı. 32 vur. 64 vur. Görür biz bunu düz tapdıq. Bizdə neçə dənə var? Birdən. Bura qədər. 9 dənədir. 33 vur 9. Yəni o 9 səhifədə 33 dənə simvol var.
9 səhifədə 33-dən simvol neçə elədi? 33 vur 9. Elədi 297. 34 səhifədə isə 34-dən səhifədə isə 23-dən səhifədə isə 34 simvol var. 23 vur 34. Elədi 782. 782 üstə gəl. 297 elədi 1079 ən simvol. 1079 da vuracam nəyə? Sətirə. Aha, buna bölürəm 8-ə. 8632 dənə. 8632 byte. Niyə yoxdur cavablarda? Bir dənə görüm bunun cavabı nə çıxıb sualın. Bir dənə gözə baxaq. 3.6-da 20-ci sual A çıxıb 65591. Bir dəqiqə 65591. Unicode demir bizə, yox ASCII-də 32 səhifə sənədin hər səhifəsində 64 sətir və hər sətirdə 32 simvol var. $290 64 vur 1079 69056. Belki 297 vur 782 vur 64. Oy. 297 vur 782 vur 64 böl 8. Yox. Bir dəqiqə. Bizdə 23 vur 2 46 dənə fərq buradadır. 9 vur 9 deməli 9 dənə də burada. Düzdürmü? İndi 32 vur 64 vur 32 vur 46 vur 9. Biz bunu tapırıq belə baytla da ha. Yox, bir dəqiqə. 32 vur 64 vur 32 yox, artıq olacaq nə qədər? 32 vur 64 vur 1079 böl 8 276. Bunun cavabında deyəsən problem var. Bir dəqiqə baxın. Sən tapmısan buradan nəsə cavab? Nətər tapmısan anı? Burada səhv alınca yazdım. Böyle yazdım da alınmadı. Bir dəqiqə, biz nəyə qarşıdırıq burada? 1-dən 9-a qədər 33, 33, 33, 297 dənə simvol burada. 23 dənəsində də ondan 32-ci səhifəyə qədər də 2 dənə simvol olacaq, 34 dənə. Okey. Bu elədi 1079. 32 səhifə vur 64 sətir. ASCII deyirdi 1-ə vururuq. Okey. O da vurulsun 1079. Bizə byte istəyir. Bir dəqiqə. 32 sətir, 32 simvol. 32 vur, 64 vur, 32. 65536. Ha, üstə gəl 46, üstə gəl 9 da. Ayda. Biz bunu vurmalı deyilik, heç ehtiyac yoxdur buna. Daha doğrusu necə vurmalı deyilik? Bax Turan. Bizə normalda neçə byte eləyir? Dədə-baba qaydasına sətir vur, simvol vur səhifə. 32 vur 64 vur 32 eləyir. Düzdür? Bu eləyir 65536. Bura qədər aydındır sənə. Sətir vur, simvol vur səhifə. Və bizdə səhifə nömrələnməsinə görə simvol sayı artır da. 9 dənə simvol burada artır. 1-dən 9-a qədər. 23 vur 2. 2-yə niyə vururuq 23-ü? Normalda 23 dənə səhifədə 2 dənə artıq simvol olur. Çünki 2 rəqəmli ədədlərdir. 10, 11. 46 dənə simvol burada eləyir. 46 ilə 9-un cəmi neçə eləyir? 54. Bizim adi misalımızda 32 vur 64 vur 32 eləyir. 65536. 54 dənə simvol şeyə görə gəlir də. Səhifə nömrələnməsinə görə. Üstə gəl 54.
Bu da eləyir, bir dəqiqə, 54 yox, 55. 32 vur, 64 vur, 32, üstə gəl 55. Eləyir 65-in 591. Aydındır? 55 dənə simvol səhifə nömrələməsindən gəlir bizə. O da eləyir A variantı. Biz götürüb burada vurduq, bu bizi çaşdırdı. Buna heç vurmaya ehtiyacı yoxdur. Buna ehtiyacı yoxdur. Cavab edir A variantı. Sonra 23. Qrafik təsvir bu ölçüdə 256 dpi icazə ilə skan edilmişdir. Qrafik təsvirin arxivi rəng modeli rəngləndirilib bilərək onun informasiyası neçə megabayt olar? Normalda biz santimetr yönünü nə etməliyik Turan? Düymə çevirirdik, bəli. 50,8-ni böldük 2,54-ə, eləyir 20. 15 tam %24-ü də bölürdük 2,54-ə. Bu deyir 6. Və hər birində 256-ya vurmalıydıq. 20 vur 256, 20 vur 256. Yəni qısa və konkret, şaqili vur, fiqi vur. N, onu da vururduq dpi-yə. 20 vur 256, vur 6, vur 256, vur. RGB deyəndə neçə vururduq? 1 piksel neçə bayt olurdu həcmi? 3 bayt. 3 dənə rəng var da. Bitlə soruşsa 24-ə vururduq. Baytla soruşsa 3-ə. Vur 3. İfso. Bunlar da neyinə istəyir? Megabaytla istəyir. Vurub megabaytla tapa bilərik. 20 vur. 256, 256 eləyər 218. 6 neçə vuranda eləyər 18. Baytdan megabayta keçəndə 220-yə bölürəm. Bununla bu gedər, qalar 202, yəni 4. Bununla bu gedər, 4 ilə 20 gedər, qalar 5. 5 vur 18. Bu da eləyəcək deməli 0,4, 90. 90 eləyir, gəl baxaq. 20 vur 256, vur 6, vur 256, vur 3. Bölünsün 1024, bölü 1024. 22,5 A variantı. Biz burada niyə yanlış aldıq ki? Baxaq bir dənə. 20 vur. Burada 218 eləmir. 256, 208-dir. 216 eləyir burada. 216. 216 ilə 220 gedir. Qalır 204. Yəni 16. Onda eləyir 22,5. Olur A variantı. Sonra 28. 28. 512 rəng çalarlı paletradan istifadə etməklə bu qədər piksel ölçülü təsvirin hər birini yadda saxlamaq üçün əlavə 30 kilobayt informasiyanı yadda saxlamaq gəlir. Lazım gəlir. Əgər təsvirlər üçün 3 megabayt yaddaş ayrılarsa, neçə belə təsvir yadda saxlamaq olar? Denən görüm Turan. Nətər eləyəcəm bunu? Düsturumuz var. Əlavə informasiya var deyir. Əgər təsvirlər üçün 3 megabayt yaddaş ayrılarsa, neçə belə təsvir yadda saxlamaq olar? İlk öncə bunun həcmini tapmalıyam da. Hansı düsturan tapıram? Bayaq dedim. Bəli. 384. Vur 640. N neçə olacaq məndə? Necə? Orada 512, 200 metrəsində yazıldı. 209 olacaq. Ay, sağ ol. Bunların hasini tapıram. 384. Vur 640, vur 9. Və məndə bu bitirəndir, bu kilobaytlandır. Bunu elə kilobayta çevirə bilərəm, aldığım həcmi. Çünki əlavə informasiya kilobaytlandır. Bölürəm 8192, eləyir 270. Tapdım eləyir 270 kilobayt. Əlavə informasiya da var yanında. 270 üstünə 30 gəlirəm. Üstə gəl 30. Eləyir 300 kilobayt. Tapdım ki, qrafik təsvirim 30 kilobaytdır. 300 kilobaytdır. Mənə deyir ki, ümumi yaddaş 3 megabaytdır. Bu 3 megabayta 300 kilobaytı neçə dəfə yerləşdirərsən? Heç nə. 3 megabaytı kilobayta çevirəndə 1024-ə vuraram, eləyər 3072. Bölürəm 300-ə. Eləyər 10,24, yəni 10. Tam hissəni götürürük. Yəni, əgər deyirsə ki, neçə belə təsvir yadda saxlamaq olar, həmişə tam hissəni götürürük. Cavab olur A. Sonra 32.
Baxaq 32-yə. Aha. 300 səhifəlik sənədin hər səhifəsinin 24 sətr var. Hər sətrində isə x sayda simvol var. Məlumat ASCII standartına kodlaşdırılıb. Həmçinin bütün səhifələrin hər birində bir pikselin tutduğu həcm 4 bit olan bu ölçülü qrafik təsvir var. Məlumatın tutduğu həcm 6000 kilobayt. Olarsa simvol sayını müəyyən edin. İndi sən denən görək. Necə yazaq Duran? Hə? Mo yazılmışam. Bildim la. İndi cəhd elə. Bayaqdan 1000 dənə sual elədik buna aid. Sətr simvol da elədik, qrafik təsvir də elədik. İndi birləşdirməlisən. Böyle. Birinci bura çeviriyor. Nəyi? 4 bit. 256 grafik ölçüsü var ha. Onu bırak bir-birinə. Yaxşı. Deyir ki, həmçinin bütün səhifələrin hər birində bax, hər bir səhifədə bir dənə də şəkil var. Nə qədərdir şəkil? 4 bit olan 64, 206, 256, 208, bir pikseldə 4 bit, 202. Bu eləyər 216 bit. Sonra deyir 6000 kilobayt 24 sətr bura bir-birinə. 300 vur 24 x sayda simvol var. Vur x. Sonra Vurur bir də enədə. n nədir? 216 deyil 16. Yəni qrafik təsvir həcminə. Çünki bunun yanında bir dənə qrafik deyir. Hər səhifədə bir də qrafik təsvir var. Amma bu ASCII iləndir. Mən burada byte ilə tapıram. Bu bit iləndir. Gəl bu biti byte-a çevirək. Bölərəm 2 üstü 3-ə. 8-ə bölərəm. Eləyər 213. Vur 213. Düzdür? Bizdə həcmi nə ilə verib? Kilobayt. Yazaram bərabər 6000 kilobayt. Elə buna birbaşa kilobayta çevirim də byte-dan. 2 üstü 10-a bölsəm, bunlar gedər, qalar 2 üstü 3, yəni 8. Yəni belə bir şey qalır. 300 vur 24. Vur x vur 8 bərabərdir 6000. 6000-ə bunların hasilinə bölsəm 6000 böl 24. Daha doğrusu belə eləyək də 300 vur 24 vur 8 eləyir 57. Bir dəqiqə, böyüyə də eləyək bizdə. Baxaq bir dənə 300 səhifə 300 səhifədir. 24 sətirdir. X sayda simvoldur. Okey, yazmışıq x-i. Həmçinin bütün səhifələrin hər birində də bir pikselin tutduğu həcm 4 bit olan, aha, simvol sayını müəyyən edin. Bizim buradakı ədədimiz daha böyük ədəd elədir. 300 vur 24. Bu elə 7200 elədir. ASCII ilə kodlaşıb. Gəlin biz bunu beləyək. Bax. Məndə burada nə oldu? 300 səhifə vur 24 vur x. Bunu da silirəm. Aha. 300 vur 24 vur x. Bu düzdür. Buradan həcmi tapmışam. 216 bit. 2 üstü 2, 2 üstü 8, 2 üstü 6. Elədi 216 bit. Mən bu 216 biti kilobayta çevirsəm 213-ə bölməliyəm. Düzdürmü? Eləyər 2 üstü 3, 8. Amma bu baytla daxil. Ona görə mən məcbur bunu bayta çevirəm. 216-nı 8-ə bölürəm. 2 üstü 3-ə. Eləyir 213. Yenə düz olur da, hə. 2 üstü 13. Bərabərdir. 6000 kilobaytda çevirməliyəm bitə, bayta. 2 üstü 10-a vururam. X bərabərdir. 6000 vur 2 üstü 10 böl 300 vur 24 vur 2 üstü 13. 2 üstü 13 bu gedir, qalır 8. Bu 2 sıfırla bunun 2 sıfırı gedir. Yox, bizim ədədimiz
kiçik qalır. Peki misalın özündə səhvlik var nəsə rəqəmlərində. 30 gün suala cavab nə çıxıb? A variantı çıxıb 512. Simvol sayı 512 edir. Baxaq 42-yə. Yazıb ki, kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə bax 5 simvollu şəxsi şifrə və əlavə məlumat verilir. Yəni hər bir istifadəçinin 5 simvollu şifrəsi var, yanında da əlavə məlumat verilir. Şifrədə yalnız bu simvollardan istifadə olunur. Neçədən müxtəlif simvol var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Vergülləri saymırıq. Deməli 10 dənə müxtəlif simvolum var. Simvollardan istifadə etmək olar. Hər bir şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Yəni hər bir istifadəçiyə verilən şifrə, məsəl üçün atıram 10 baytdır. Eyni tam bayt uzunluğu budur. Yəni kimləsə 8 bayt, 7 bayt, 9 bayt olanmaz. Hamıda 10 bayt olmalıdır. Eyni bayt olmalıdır. Bununla yanaşı hər bir simvol ayrı-ayrı və minimal mümkün bit sayı ilə kodlaşdırılır. Yəni simvolların hər birinin informasiya tutumu minimal bit sayı ilə kodlaşır. Bir istifadəçinin qeydiyyatı üçün 6 bayt tələb olunursa, əlavə məlumat neçə baytdır? Yəni bu 5 simvolun ümumi həcmi 6 baytdır. 5 simvol, daha doğrusu üstəgəl əlavə məlumat, hamısı bir yerdə 6 baytdır. Bizdən əlavə məlumatın həcmini soruşur. Bax indi. Turan, bizdə neçə müxtəlif simvol var? 10 dənə müxtəlif simvol var. Bax, mən gəlib bunu tapmalıyam ki, yazıb ki, bununla yanaşı hər bir simvol ayrı-ayrı və minimal mümkün bit sayı ilə kodlaşdırılıb. Bu minimal mümkün bit sayını kodlaşdırmaq üçün mən gəlib birinci əlifbanı tapmalıyam. Məndə 10 müxtəlif simvolu kodlaşdırmaq üçün mənə hansı əlifba lazımdır, Turan? 16-lı. 16 əlifba lazım. Yəni 2 üstü 4, 16 eləyəcək. Deməli, burada bir simvol neçə bit eləyir, Turan? Bir simvol 4. Yəni 5 simvol əlifbanın üzr 5 simvollu şifrənin hər bir simvol neçə bit olacaq deməli həcmi? 4 simvol. Düzdür? İndi məndə 5 dənə simvol varsa, biri 4 bitsə, ümumi neçə bit eləyir? Necə? Məndə bir simvol 4 bit oldu şifrədə və şifrən 5 simvolludur. Neçə bit eləyir ümumi həcmi bir şifrənin? 20 bit. Düzdür? Amma mənə nə yazıb burada? Yazıb ki, hər bir şifrə kompüter proqramının minimal və eyni tam bayt uzunluğundadır. Mən onu bitlə tapdım. Deməli, bunu nəyə çevirməliyəm? 8-ə bölürəm. 20 ilə mən 8-ə böləndə 2 tam nə qədər eləyir? Düzdür? Çünki 2 və 8 içində 16 qalır 4. 2 tam 125 eləyir, yoxsa 2 tam 15 eləyir. Düzdürmü? Mənə tam bayt uzunluğunda deyirdi ya, bu tam bayt uzunluğu deyil, bu kəsirdir. Mən bunu yuvarlaqlaşdıracağam. Tam bayt neçə götürəcəm? 3 bayt. 2.5-ə ən yaxın bayt hansıdır bizdə? Tam bayt. 3 baytdır. Deməli, mən tapdım ki, 5 dənə simvol olan şifrənin həcmi nə qədərmiş? 3 bayt imiş. Düzdür? Məndə də nə demişdi? Demişdi şifrə var, yanında əlavə məlumat var. Bunun da ümumi həcmi nə qədərdir? 6 bayt. Mən tapdım şifrəm 3 baytdır. Həcmim 6 baytdır. Mən əlavə məlumat neçə bayt qalırmış? 3 bayt. 3 bayt. Cavab olur A variantı. Aydındır? Sonra 44. informasiya həcmi 1,94 MB olan boş diskə 0,5 MB-lıq mətin faylı, 512 KB-lıq qrafik fayl və 0,44 baytlıq səs faylı yazıldı. Diskdə neçə kilobayt? Bunu özün elə də Turan. Bunu özün eləyərsən. Bu asan sualdır. Bunu niyə saxlamısan ki mənə? Bunları toplayarsan, hamısı megabayta çevirib bundan çıxarsan da. Bunu özün eləyərsən. Sonra
Bəzi ölkələrdə 8 simvoldan ibarət avtomobil nömrə nişanı istənilən qaydada böyük hərflərdən və onluq ədədlərdən ibarət. 8 simvol. 8 simvol var avtomobil nişanının və deyir ki, nömrə nişanı istənilən qaydada böyük hərflərdən cəmi 26 dənə hərf və onluq rəqəmlərdən ibarət. 26 dənə hərf böyük hərflərdən istifadə olunur və onluq rəqəmlərdən 10 dənə müxtəlif simvol burada var. Hər bir simvol eyni və minimum mümkün bit sayı ilə kodlanır. Və bayaq dediyi. Və hər bir nömrə eyni və minimum mümkün tam sayda bayt ilə kodlanır. 50 belə nömrəni saxlamaq üçün lazım olan baytlarda yaddaşı miqdarı müəyyənləşdirin. İndi mən tapıram ki, məndə bu avtomobil nömrəsinin bir dənəsinin simvolunu kodlaşmaq üçün hansı əlifba lazımdır? 26 müxtəlif simvol buradadır. Bir də onluq rəqəmlər də buradadır. Nə qədər eləyir ümumi cəmi? 36 dənə müxtəlif simvol, düzdür? 36-nı hansı əlifba ilə kodlaşdıraram? 2 üstü 6-lıq əlifba ilə. Çünki 32 ilə böyükdür. Tapdım ki, 64 simvol əlifba ilə kodlaşdıra bilərəm. Burada da bir simvol 6 bitdir. 6, 6, 6, 6, 6, 6, 6, 6. 6-nı da 8-ə vuram, neçə bit eləyir? 48 bit. Bunu tapdıq. Hər bir simvol eyni və mümkün bit sayı ilə kodlanır. Tapdım 48 bit eləyir və yazıb ki, hər bir nömrə eyni və minimum mümkün tam sayda baytla kodlaşır. Deməli, biti bayta çevirməliyəm. Bölürəm 8-ə. Neçə bayt eləyir? 6 bayt. Düzdür? Bəli. Okey. Deyir, 50 belə nömrəni saxlamaq üçün neçə bayt lazımdır? 50-nə vuracam axırda 6-ya. Eləcə 300 bayt. Cavab olur B variantı. Neçə? 53? Baxaq. Yaşayış kompleksi hər mərtəbəsində 3 mənzil olan 9 mərtəbəli binadan və 9 mərtəbəli 5 binadan ibarətdir. Mən ümumi mənzil sayını tapmaq üçün bunları bir-birinə vurmalıyam. Mənzil sayı, bina sayı, mərtəbə sayı. Bu da eləyir 27 vur 5, deməli 3 vur 9 vur 5, eləyir 135. Ümumilikdə 135 dən müxtəlif mənzil var. Yaşayış kompleksinin bütün mənzillərinə qaz sayğacı quraşdırılıb. Sayğacların nömrələnməsi, kodlaşmasında iki say sistemindən istifadə olunarsa, bir sayğacın nömrəsi ən az neçə bit informasiya daşıyır? Heç nə. 135 deyirsə, 135-dən yaxın 2 istifadə etsədir, 208, 256, olacaq 8 bit. Cavab olur B variantı. Sonra 54. Kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 16 simvoldan ibarət və yalnız N, F, O, 3, 9 simvollardan ibarət parol verilir. 16 simvoldan ibarət, yəni ümumilikdə parol 16 simvoldan ibarətdir. 16 dənə simvol yaza bilirik. Və N, F, O, 3, 9, 1, 2, 3, 4, 5. 5 də müxtəlif simvol var. İbarət parol verilir. Kompüter sistemində hər bir belə parol mümkün olan minimum və eyni tam sayt bitlə kodlaşır. Bunu özün eləyərsən Turan. Eyni sualdır. Bayaq elədiklərimə aiddir. 3 dənə sual elədim buna aid. Bu sənə qalır. Sonra 66 yedim. Avtomobil nömrə nişanları hərf və rəqəmlərin kombinasiyasından ibarətdir. Azərbaycan avtomobil nömrələri region kodundan 26 hərflik ingilis əlifbasının 2 rəqəmdən və 3 rəqəmli onluq ədəddən formalaşır. Ölkədən çox bunu eləmişik də, biz bunu aynı neçə dəfə eləmişik. Neynirdik? Ümumi 74 variant varsa 74 vurulsun. 26 hərflik ingilis əlifbasının 2 hərfindən 26 vur 26
onluq ədəddən ibarət. Özü 3 dənə onluq ədəd. 10 vur, 10 vur 10, yəni 10-un kubu. Şu 74 vur, 26-nın kvadratı vur 10-un kubu. Amma elə cavab yoxdur bizdə. Mən elə tapmışdım ki, sıxılmışdı. Və 3 rəqəmli onluq ədəddən neçə avtomobilini təyin etmək olar? Maraqlıdır. 74 vur. Çünki burada 1-dən 9-a qədər yazıb. Amma burada yazıb onluq ədəd. Onda 10 vur 10 vur yox. Burada 9 vur 9 vur. Bir dəqiqə. 3 rəqəmli onluq ədəddən formalaşır. Yox, burada səhv yazılıb. 10 vur 10 vur 10 olmalıdır. Onun kubu. Sonra Qutardı. Qutardı? Yox. Tamam. Onda evə Turan nəyi götürək? Biz ilk anlayışın təkrarın hamısını qutardıq. Düzdür, axırıncı 3.6 idi. Say sisteminə təzə başlamışdıq, hə? Yox. Yaxşı. Onda evə 5-ci nə götürürsün? İndi qrupa da yazsam. Mən vermişdim 2.3-ü. 2.3-ü. Götürsən 2.4-ü, 2.5-i 5-ci nə qədər. Yaxşı? Yox. Qrupa da yazsam 2.4-lə 2.5-ə 5-ci gün baxacaq. Oldu. İnşallah gəlin dərs görüşərik. Hələlik.